Qardaş, bu stabilizatordur, bu isə voltaj qorumadır. Bu gün Latam şirkətinin voltaj qorumasını incələyəcək. Ucuz və keyfiyyətli mal, çox adam bilmir, ancaq bilənlər də sevinir. Elə isə başlayaq videomuza. Voltaj qorumaların stabilizatordan fərqi odur ki, voltaj qorumalar voltajı stabil eləmir. Sizin tənzimlədiyiniz voltajlardan yuxarı və ya aşağı olduqda dövrəni kəsir. Yəni evinizin şəbəkəsini birbaşa kəsəcək və bir neçə saniyə gözləyəcək. Əgər voltaj düzəlmirsə, yenə kəsil saxlayacaq. Əgər voltaj düzəlirsə, bu zamanda şəbəkəni yenidən verəcək. Məsələn, cihazlarda maksimum voltaj 250 volt yazılmır. 250 volta qoyursunuz. 250 voltdan yuxarı olduğu zaman şəbəkəni kəsir. Nə cihazlarınıza ziyan verir, nə sizə ziyan verir. Cibinizə xeyir, cibinizin dostu bir maldır. Yəni, ucuzdur, keyfiyyətlidir və də funksiyaları da çoxdur. Funksiyalarına və bu malı niyə almalıyıq, niyə panomuza yerləşdirməliyik, bunların səbəblərini deyəcəm. Demək, birinci malımız Latam şirkətinindir və o qədər də orijinal mal deyil. Yəni, bu Schneider falan deyil, yəni buna nəzərən bir iş görmək lazımdır. Cihazımız 63 amperə qədər dəstəkləyir. Yəni, cihazın üstündən, bunun reləsindən, kontaktorundan deyim, 63 amperə qədər yük keçə bilər. Buna dayanır. 63-dən artıq kontaktda yapışma və yaxud da ki, naqarlama, yəni qeyri-təmassızlıq yarana bilər. Cihazımızın funksiyaları içində kağızda da qeyd olunub. Burada oxumadığımız bir təlimat kağızı var. Amma inanın ki, quraşdırmağa o qədər rahatdır ki, və yaxud da ki, evinizdə varsa funksiyasını dəyişmək o qədər rahatdır. Yəni, iki kəlməyə başa salacağım və başa düşəcəksiniz. Demək, cihazımız əvvəlcə P1 dəyərində nə deməkdir, P3 dəyərində, P2 dəyərində, P3 dəyərində, P4, P5, P6 dəyərində nə deməkdir, bunları yazın. Cihazımızın 2 dənə monitoru var, belə deyim, digital bir ekranı var. Bu ekranlarda yuxarıda voltaj dəyəri, aşağıda isə amper dəyəri yazılır. 4 ədəd də altda funksiya üçün knopka var. Keçirib yandırma, dəyərləri aşağı etmə, dəyərləri yuxarı etmə və funksiya set butonu. Demək, burada gördüyünüz kimi əslində yazıb set under voltaj, set over voltaj, yuxarı voltajı, aşağı voltajı, demək, axınını, kurrenti, sonra resetledikdə, yəni bu şəbəkədən çıxarıb taxdıqda və yaxud da ki, evinizdə işıqlar keçdi. İşıqlar yananda dərhal cihaz qoşulmur. 5 saniyə gözləyir, ondan sonra qoşulur. Və bir problem əsnasında cihaz neçə saniyə göstərəcək? Məsələn, 250 voltdan yuxarı voltaj qalxdı və ya biz təmizlədiyimiz voltajdan, axından daha yuxarı axın çəkdi. Bu zaman nə edir cihaz? 30 saniyə gözləyir və 30 saniyədən sonra yenidən öz işinə başlayır. Elə isə bu necə işləyir, necə quraşdırmaq olar, onu göstərir. Bunu mən adi şəbəkəyə taxıram, yəni fərqli bir şey yoxdur. Cihazımız açıldı. Gördüyünüz kimi 5 saniyə sayır. Cihazımız qoşuldu. 234-235 volt yazır. Bunu multimetrdən də ölçək, görək voltaj dəyəri nə qədər düzdür. Multimetr vasitəsilə bunun çıxışından birbaşa voltajı ölçürəm. 234-dür multimetrdə. Bu unity multimetrəsidir. Yəni səhv dəyər olmağı çox az ehtimaldır. Gördüyünüz kimi burada 233 olan kimi 233-də görsədir. Çox super işdir. Yəni bu voltaj dəyər ölçəni, yəni mən məhəttəl qaldım. Bəzən panolara əlavə voltaj göstərən də yerləşdirirlər. Əgər bu cihaz varsa artıq ehtiyac yoxdur. Hətta o voltaj göstərənlərdə daha səhv dəyərlər göstərə bilir ki, bu tam dəqiqliyi ilə düz göstərdiyini burada gördük. Altda isə amper ölçən var. Bu da ampermetrin şkalasıdır. Bu dəqiqə 0-0 dəyərini göstərir. 0-0 dəyərini göstərməyin səbəbi də çıxışında heç bir axının olmamasıdır. Demək, burada cihazımızın necə funksiyalarını dəyişirik, necə işlədirik, necə keçiririk, bunlardan deyinək. İlk öncə cihazımız rahatlıqla bir avtomat boylarındadır, yəni rahatlıqla panomuza və yaxud da ki, evlərdə dediyimiz o şitlər var ki, o şitlərə heç bir problemsiz girir. Əgər 2 avtomatlıq bir boşluq varsa, bu cihazınızı əlavə olaraq da quraşdıra bilərsiniz. Təbii ki, birinci qoşu avtomatdan sonra quraşdırmağınız tövsiyə olunur. Çünki bu cihazda da bir problem olduğu zaman falan qoşu avtomatı söndürüb rahatlıqla müdaxilə edə bilərsiniz. Burada 4 ədəd knopka görürük, yəni bas burax butonları və burada VIP63 yazılı 63 amper olduğunu, power, yəni güc var və indi funksiyalarını dəyişmək necə olur, bunu göstərəcəm. Birinci burada set butonunu görürük. Set butonunu basılı saxlayırıq. Uzun müddət basılı saxlayanda gördüyünüz kimi buraxanda burada artıq gəlir P1 dəyəri. Nə qədər oxunur bilmirəm. Biraz tez davranmaq lazımdır. Mən bunu tez-tez başa salım sizə. Nə qədər oxunur bilmirəm. İşığımı biraz yana doğru qıvırım. P1 dəyəri gəldi. P1 dəyəri 270 voltdur. Biz cihazlarımızda 250-ni istədiyimiz üçün bunu aşağı eləyirik. Bir voltajları da aşağı eləmək olur. Bu funksiyası da superdir. Hətta 245 eləyə bilərsiniz, siz 250-yə qalxmasın deyə.
Mən 245 eləyirəm. Və bu cürdə olsa onsuz yaddaş yazılır. Mən bir də basıb buraxıram. 245 dəyərini burada oxuyuram. Yəni ki, yaddaşa yazılıb artıq. Ondan sonra bir də seti basanda təzədən girim o yerə. Bir də seti basıram. Burada P2 dəyəri gəlir. Minimum voltaj göstərir. Minimum 170 volt məncə çox aşağıdır. Bir də cihazlarımızı daha çox rahat qorusun deyə məncə 200 volt aralığı daha yaxşıdır. Bir də basıram P3 dəyəri gəlir. 63 amper maksimum çıxış dəyəridir. Mən bunu məsələn evlərimizdə 32 amperlik bir avtomatlar qoyuruq. 32 qoyduğumuz üçün mən bunu birinci yəni avtomatımız 32 olur. Əgər bunu tək cihaza qoymaq istəyirsinizsə, tək cihaza da ayarlaya bilərsiniz. Məsələn, 10 amper dəyərində bir yük çəkəcəksə, 10 amper, 12 amper, 13 amper qoyarsınız. 10 amperdən yüksək olsa, bu cihazımız artıq şəbəkəni dayandıracaq. Mən bunu qoyuram məsələn 28 amper ya 27 amper ki, avtomatımızı artdıra bilsin. Əstəğfurullah, mən bunu daha yuxarıda qoya bilərdim. Əslində, yəni avtomatımızdan qabaq dayandıracaq dövrəni avtomatımız atmadan. Amma evinizin bir də amper kleşdən ölçə bilərsiniz. Neçə amperdir? Evinizdəki ümumi işlədicilər çəkəndə axşam vaxtı ölçə bilərsiniz. Görün neçə amperdirsə, məsələn 15 amperdirsə artıq bunu 20 amperə, 25 amperə qoya bilərsiniz. Məsələn mən bunu 25 amperə, 25 amper az oldu, yox, mən bunu 30 amperə qoyum. Ondan sonra P4 dəyəri gəlir 5 saniyə. 5 saniyə bizim işıqlar keçib təzədən yananda neçə saniyə sonra qoşsundur. Yəni mən də çox gözləmək istəmirəm. 5 saniyə kifayət qədər bəsdir. Voltajda oynama olmasa. Və sonra problem yerlər var. 30 saniyə kifayətdir. Bu 2 dəfə gələcək. Ondan sonra artıq P5 və P6 belədir. 30 saniyədir. Bunları 30-da saxlayın, onlara dəyməyin və bitdi. Artıq cihazımız yaddaşı yazıldı. Söndürürük, yandırırıq. Fisio artıq cihazımızın yaddaşındadır bayaqki funksiyalar. Bu cür üstündən rahatlıqla rubilnik aşağı yuxarı eləmədən söndürüb yandıra bilərsiniz. Amma bunu nə vaxt tövsiyə etmirəm. Əgər evinizdə yük varsa falan, onda buradan söndürüb yandırmayın. Xahiş edirəm, çünki kontaktları xarab edəcəksiniz. Amma düzdür, işıqlar sönüb yananda onsuz həmin o kontaktlar biraz xarab olur, amma siz daha çox ömrünü azaltmayın bunu. Avtomatdan söndürüb yandırsanız daha uyğun olar. Cihazımız yuxarıdan qoşulur, N qütbünə nolu, L qütbünə fazanı qoşuruq. İndi mən bunu rozetka ilə qoşacağam və əslində fərqi yoxdur. Sadəcə düzgün qoşmağınız daha yaxşı olar. İşdə daha rahat görsənər. Özünüz də daha rahat bilərsiniz. Amma düzgün qoşmağınız daha məsləhətlidir. Və funksiyalar bu qədər idi. Gördüyünüz kimi mən yenə çıxışından voltajı ölçürəm. 238 göstərir. Burada da 238 dəyərini oxuyuram. Əgər görürsünüzsə. 237 çox düzgün göstərir. Birə-bir eyni gedir. Bir dəqiqə. Birəcə indi qarışıqlıq oldu. Yox, biraz qarışıqlıq oldu. Amma ortalama eynidir. Gördüyünüz kimi 237, 237, 6, 6. Demək olar ki, tamamilə düzdür. Yəni çox sevdim bu cihazın voltaj göstəricisini. İndi isə mən əlimdə bir dənə payat var. Bunun indikator işığından da siz görərsiniz. Payatı elə birbaşa buradan taxıram. Biraz təhlükəlidir, amma edirəm. Gördüyünüz kimi 001. Payat 100 wattlıq falan payatdır. Ortalama 100 watt civarındadır. Gördüyünüz kimi indikator işığı yanır, işləyir. Burada da 001 dəyərini göstəririk. Yəni amper bizə o qədər də önəmli deyil, amma yenə də göstərməsi çox yaxşıdır. Yəni bir dənə payat işləyəsə belə, bu 100 wattlıq bir şeydir, heç bir şeydir. Ancaq burada 0,1 dəyərini göstərir. Yəni ki, güc çəkilir. Məsələn, amper kleşimdə mən bunu qoşsam, inanmıram ki, amper kleş bəlkə də bunu göstərməyəcək, amma ola bilər də göstərər. Elə amper kleşi qoşaq, əgər göstərsə, nə qədər güc çəkdiyini də buradan baxaq. AC amper. Bir tərəfdən belə qoşuram. Buradan da payatımı qoşuram. Gördüyünüz kimi amper kleş hiss eləmir bunu. Amma bu cihazımız artıq deyir ki, burada 100 çəkilir, 0,1 göstərir. Bu amper kleşdə yəni biraz yüksək çəkilməlidir ki, bu oyana, belə deyim. Çox milliamperləri göstərmir. 1 amper falan bəlkə bir 100 çəkilə ki, bir oyana ki, burada bir 100 çəkilmə oldu. Gördüyünüz kimi yenidən qoşuram və buradan söndürəndə gördüyünüz kimi payatın indikator işığından da yəqin ki görürsünüz. Bura diqqətinizi yetirin. Gördüyünüz kimi heç bir problem olmadan söndürüb yandırır. Başqa, onsuz sönülü olanda da off yazısını görürük və off da görəndə artıq hər birimiz bilirik ki, keçirmək deməkdir. Cihazımız orijinal deyil. Cihazımıza o qədər də güvənmək olmaz. Ancaq bu cür bir voltaj qorumanın Schneider'ın və Siemens'in alsanız daha rahatlıqla istifadə edə bilərsiniz təbii ki. Amma məncə funksiyaları biraz da qiymətinə görə dəyişəcək. Amma bu cür ucuz bir cihazda
Çindən alıram mən bunu. Bu cür 2 tay bir malda bu cür funksiyaların olmağı və voltaj qorumanın bu qədər dəqiq işləməyi, amperin o qədər həssaslıqda göstərməyi, 63 amperə qədər dəstəkləməyi və funksionallığı məncə hər şeyə dəyər. Yəni bu cihaz işləməsə belə, sabahsı 2 ildən sonra xarab olsa belə, 2 ildən sonra yenisini al, amma dəyər. Bu isə stabilizatordur. Stabilizator nədir? Stabilizator 500 watt, məsələn 1000 watt, bu 1000 wattlıq stabilizatordur. 1000 watta qədər voltajı stabil saxlayır. Artıq yüksək olanda voltaj dayandırmır, aşağı olanda dayandırmır. Aşağı olanda voltaj yuxarı çəkir, yuxarı olanda aşağı çəkir. Voltajı daim stabil saxlayır. Cihazınıza fasilə vermir. Həmişə 220-də problemsiz şəkildə işlədir. Amma cihazlarımızda onsuz. Məsələn deyir 200-250 volt arası işləyəcək. Elə cihazlarımız var ki, məsələn 110-dan 250 volt arasına işləyir. 110 voltdan 250 volt arası onsuz həmin adaptera, çox cihazımız adapterla işləyir. O adaptera fərqi yoxdur. 110 da versən, 250 də versən, eyni performansda işləyir. Yəni o cür cihazlarımıza artıq stabilizatorun qoymağın o qədər də önəmi yoxdur. Onu demək istəyirəm. Amma bu voltaj qorumanı qoysanız 250 voltdan onsuz yuxarı olsa, stabilizatorumuzda daha çox dəstəkləmir artıq. Müəyyən bir voltaja qədər dəstəkləyir. Amma yenə də 250-ni də məsələn bu 220-yə yendirir, 260-ı da 220-yə yendirər. Ancaq burada watt dəyərini görürsünüz ya, o watt dəyəri bizim başımıza oynasır. Yəni bunu bir dənə cihazda istifadə edə bilərsiniz. Ümumi evinizi qorumaq istəyirsinizsə və o qədər də ehtiyac yoxdursa voltajı həmişə sabit saxlamaq. Bunu görürsünüz. Onsuz təmizlədiyiniz voltajlardan yuxarı və aşağı olduqda söndürəcək şəbəkənizi və evinizi qoruyacaq. Ev dostu bir cihazdır. Mən bu stabilizatoru gətirməyimin səbəbi nə idi? Mən bu şəbəkəni götürürəm. Stabilizatordan qoşuram. Stabilizatoru işə salıram. Artıq burada mən 220 dəyərini görməliyəm, çünki stabilizatordan qoşmuşam. 222 dəyərini görürəm. 222 dəyərini görürəm və buradan stabilizatorun bir regulyator yeri var. Bunu bəlkə də çoxunuz bilmirsiniz. Bunu da elə burada göstərmiş olum. Burada bir potansiyometr var. Bu potansiyometr budur. Bu potansiyometri sağa sola fırladıqda biz stabilizator manual olaraq çıxışını dəyişib, azaldıb çoxalda bilərik. Bu nə üçündür əslində? Bu onun üçündür ki, əgər stabilizatorumuz səhv dəyər çıxarırsa, məsələn 220 dəyərini çıxarır, görürsünüz. Mən bu 220 dəyərini 220-yə gətirəcəm. Gördüyünüz kimi 220-yə gətirir. Yəni bu xətaları stabilizatorda əslində qabağını almaq üçün. Amma mən nə üçün istifadə edəcəm? Mən burada 200, minimumu 200 almışdım. Maksimum isə minimum 245 almışam. Maksimum 245 vermişəm. Mən bunu 240 verirəm və minimum isə 210 verirəm. Gördüyünüz kimi indi qoşuram. 203 volt göstərir və xəta dəyəri göstərir. Mən bunu qaldırıram yuxarı. 210-dan yuxarı qaldıracağam. Aha, artıq saymaya başladı. Yəni 203 volt idi məsələn. 203 volt da xətadırsa, bu axıra kimi xətadır, axıra kimi xəta göstərir. Əgər 210-dan yuxarı qalxsa, biz çünki buna demişdik 210-dan yuxarı olsa problem yoxdur. 30 saniyə gözləyir. 30 saniyə ərzində əgər bir də aşağı düşsə, yenə dövrəmizi kəsəcək. Yəni hər dəfə kəs dayan olmasın deyə, voltajda bir oynama varsa əgər, 30 saniyəni gözləyir. 217 volt var və cihazımız işləyir. İndi maksimum dəyərini gətirirəm. Maksimumda aldım, amma stabilizatorumuz ilişmə verdi. Stabilizatorumuzda ilişmə var idi mexanikasında. Gördüyünüz kimi 238-də falandır. Gördüyünüz kimi yenə mən voltajı tərpətdim. Voltajı tərpətdiyim zaman yenə dedi ki, xəta oldu. Yenidən gözləyir. Mən təmizləmişdim. 200 neçəyə? 220-yə təmizləmişəm. Gördüyünüz kimi o dəyərə düşəndə, normal dəyərə düşəndə artıq 30 saniyə gözləyir. Otuz saniyə gözləsin. Yenidən qoşsun. Mən yenidən bir dənə də xəta verim. Ondan sonra amper dəyərində yoxlayaq. Əgər fenlə yoxlamaq mümkündürsə, fenlə yoxlayacağam. Gördüyünüz kimi yenidən qoşdu. Təbii ki, mən yenə qaldırsam, tak deyə yenə dövrəmizi kəsir. Yəni, cihazımız çox həssas işləyir əslində. Mən bunu söndürüm, yandırım. 5 saniyə gözləyək. 220-yə gətirim stabilizatorumuzu elə bunun voltajından.
Aha. 220-yə gətirdim. Stabilizatorumuzu da yenidən düzəltdik. İşte bu qədər. Mən bunu fenlə yoxlamaq istəyirəm. Fenlə necə yoxlayacağam? Fenlə artıq digər şəbəkəmizə taxıram. Çünki stabilizatorumuzu xarab eləmək istəmirəm. Bu cür bir usta feni var. Usta feninin çıxışında buradan birbaşa çıxış alıram. Buradan da voltajımızı düzəltməliyik. İndi 230-dan yuxarı olduğum üçün biz bunu 250 volta gətiririk. 245 olar. 250-yə gətirək. Problem yoxdur. 210 minimum idi. 210-u da gətirək 200-ə. Всё. 30 amperi də gətirək. 2 amper minimumdur. 2 amperə gətirirəm. Görək inşallah 2 amperdən yuxarı çəkər bu, yoxsa yoxlaya bilməyəcək. Demək keçirmə butonunla eləyəndə axıra kimi getmir. Axıra kimi funksiyalarımızı tamamlayıb ondan sonra təsdiqləməliyik. Bunu da burada öyrənmiş olduq. Demək qaldırıram 250. Növbətli 200. Növbətləri də axıra kimi bir dəfə tamamlayıram. Yaddaşa yazıldı. İndi bir dəfə keçirəm, bir dəfə yandırıram. 5 saniyə gözləyirik. İşləyir. Mən amperi düzəltmədim. 6 amper çəkdi. Dövrəmizi yoxlaya biləcək. Yaxşıdır. Ancaq dedim ki, niyə işləmədi? 30 amperdir. Bunu gətirirəm 2 amperə. 1 amper etmək olurmuş hətta. Yəni, bunu indi bildim. Məsələn, qaldırıram 4 amper. 4 amper axıra kimi də təsdiqləyirəm. Ondan sonra işləyir cihazımız. İndi qoşuram birinci palajeniya. Birinci palajeniyada 0.4 dəyərini göstərir. 2-yə atıram. 2-yə atdım. 4-dən yuxarı olduğu üçün gözləyir. 30 saniyə. Gördüyünüz kimi. Və gözlədiyi müddətdə çıxış vermir. Çıxış vermədiyi müddətdə də bunu rahat açaq. Və cihazımız bu qədər idi. Yəni, bütün funksiyalarını, nə idi, nə yox idi, nələr edə bilir, hər birini göstərdim. Cihazımız məncə super cihazdır. Yəni, almağa dəyər bir cihazdır. Yenə çıxış verdi. Almağa dəyər bir cihazdır. Yəni, bu cihazı məncə bu qiymətlərə Çindən alırsınız, hardan alırsınız, Sədərəkdən alırsınız, Aydın mağazadan alırsınız, Omiddən alırsınız, hardan alırsınızsa xeyirli uğurlu olsun. Cihaz super cihazdır. Yəni, hər evdə olması bir cihazdır. Hər evdə olmalıdır. Yəni, bu cihaz. Qiyməti də onsuz münasibdir. Məncə uzun ömürlük baxımından da uzun ömürlü işləyəcək. Üstündə karabkasını 2 il garanti yazıb, 2 il garanti yazıbsa nə qədər düzgündür bilmirəm, amma yəqin ki, bir 4 il işləyər ki, 2 il yazıblar. 4 ildən də sonra olmaz. Xarab olsa yenidən bir dənə də bundan alarsınız. İnanmam ki, xarab olmaz. Bəlkə də 10 illərdən işləyər. Bu qədər. Yəni, cihazımız buydu. Ümid edirəm ki, videomuzu bəyəndiniz. Çünki mən bu cihazı çox bəyəndim. Sizə də bu cihazı tanıtdım, tövsiyə elədim. Ümid edirəm ki, bu bir də reklam deyildi. Yəni, heç bir reklamı yox idi. Sadəcə cihaz qarşıma çıxmışdı və bu cür cihaz niyə hamının evində olmasın dedim və sizinlə də bölüşdüm. Necə qoşmaq olar? Əgər özünüz də alıb sadəcə işinizə əlavə eləyə bilərsiniz. Bunları göstərdim. Ümid edirəm ki, videonu bəyəndiniz. Belədirsə əgər kanala dəstək olmağı, videonu bəyənməyi, çoxlu yorum yazmağı və dostlarınızla paylaşmağı da unutmayın ki, kanalımız bu dəqiqə çox zəifdir. Algoritması çox düşüb. Sizin dəstəyinizdən də yuxarılara qalsın. Azərbaycanda da elektronika, elektrik sahəsi tanıdılsın. Çünki Azərbaycanda dərs verən, bu cür videolar çəkən ilk kanalıq. Hələ də ki, ilkliyi qoruyuruq. Bənzər kanallar var, amma o qədər də iradəli video çəkmirlər. 6 ildə artıq kanalımız var. 6 ildir sizə video hazırlayıram. Bu əziyyətin qarşılığı da mənə həvəsləndirmə olaraq dəstək olsa çox sevinərəm. Gözəl yorumlarınızı yazmağınız, dostlarınızla videonu paylaşmağınız, əgər bu cür maraqlanan bir insanlar varsa WhatsAppdan, Instagramdan bu videonun linkini atmağınız, videonu bəyənməyiniz, axıra kimi izləməyiniz mənim üçün hər şeydir. Kanalımız da daha çox böyüyər, mən də daha çox həvəslənərəm və bu cür videoları daha çox çəkərəm və həvəslə çəkərəm. Çox sağ olun, var olun, minnətdaram, hər birinizi çox sevirəm. Özünüzə yaxşı baxın.